Xroniki təzyiqlərdirlər, yəni xroniki hipertansiyondur. Bu, daha sonradan hamiləliyin əmələ gətirdiyi bir təzyiq demək deyil. Özünüz də deyirsiniz ki, hamiləlikdən öncə də təzyiqim yüksəlirdi. İndi burada nə edəcəyik? Dərmanın bizə təsir edib etmədiyini tam olaraq, dozun bizə yetərli olub olmadığını anlamamız üçün saat 9, saat 12, saat 16, 22-də təzyiqinizə baxacaqsınız. Və baxdığınız təzyiqi bizim üçün buraya yazıb 3 gün bu şəkildə bir skala çıxaracağıq. 3 gün sonra əgər bu skalada biz 140-90-ı görməzsək, demək ki, aldığımız dərman bizə yetərlidir. Yəni 140-90 təzyiq sayılar, 185-80 təzyiq sayılmaz. Yəni normal bizim mütləq alarma keçməmiz lazımdır dediyimiz təzyiq budur, 140-90. 140-90-ın altı nə olarsa bu normal sayılar. Bu skalanı bizə atacaqsınız, bu 1. 2, dopagitlə davam edəcəyik. Əgər dopagitlə təzyiqimiz yüksək olarsa, o zaman dərman dəyişikliyinə gedəcəyik. 8 həftədir, ürək döyüntüsü normaldır, heç bir probleminiz yoxdur. Hal-hazırda ultrasonda nə görməmiz lazımdırsa onu görürük. Bir də mütləq yaşınız olduğu üçün 38 yaşında 12-ci həftədə genetik test edəcəyik. Onu sizə başa salacağıq. Çünki yaş artdıqca genetik xəstəliklər artar. Sadəcə ana qanından qan alacağıq və onun içərisində fetal, yəni dölün hüceyrələrinə baxılacaq. Dünyada ən sıx rastlanan 13, 18, 21-ci xromosomlara baxılacaq. Bunlar dünyada ən sıx rastlanan genetik xəstəliklərdir. Əslində genetik xəstəlik milyonlarladır. Amma ən sıx rastlananlar bunlar olduqları üçün trizomilərə baxacağıq. Yaxşı?